Salam əziz şagirdlər, Namazov riyaziyyat kitabına məsələlərin izahına baxaq. 3 ardıcıl natural ədədin cəmi 993-dür və bu ədədləri bizdən istəyir. 3 ardıcıl natural ədədləri gəlin əvvəlcə necə yazacağına baxaq. N 1 natural ədədimiz, daha sonra N üzərinə gələk 1 ikinci ədədimiz, N üzərinə gələk 2 üçüncü ədədimizdir. Gəlin bunu sizə nümunə ilə izah edeyim. Məsələn, götürürəm 2-ni. 2-dən sonra nə gələcək? 2 üstəgəl 1, yəni 3. Bundan sonra necə gələcək? 2 üstəgəl 2, yəni 4. Gördünüzmü? Biz sadəcə burada ədədimizin yerinə n qoymuşuq, çünki bu ədəd hansıdırsa bilmirik. Və ədədlərin ardıcıllığı n üstəgəl 1, n üstəgəl 2 şəklində olacaq. İndi davam edək. Bu ədədləri toplasaq, sonda bizə 993 verir. Neçə dənə n-imiz var? 3 dənə n-imiz var. Olacaq 3n üstəgəl. 1 üstəgəl 2, 3. Bərabərdir 993. 993-dən 3-ü çıxacaq. 3n bərabərdir 990. N də bərabərdir 990-ı böləcək 3-ə. Və cavab eləyəcək 330. Aha, bir ədədimizi tapdıq ki 330. Digər ədədimiz olacaq 331 və növbəti ədəd 332. Həqiqətən də bu 3 ədədi toplasaq görərik ki, cavab bizə 993-ü verəcək. Keçək növbəti suala. 3 ardıcıl tək ədədin cəmi 3009-dur. Bu sualda birinci misalımıza bənzəyir, amma burada bizdən tək ədədlər istəyir. İndi nə edəcəyik? N, növbəti ədədimiz olacaq n üstəgəl 2 və növbəti ədədimiz n üstəgəl 4 şəklində olacaq. Gəlin yerinə qoyub baxaq. Məsələn, bir dənə tək ədəd götürürəm 3. 3-dən sonra tək ədədimiz necə olacaq? 3 üstəgəl 2, yəni 5. Daha sonra 3 üstəgəl 4, yəni 7. Və burada da bizdən hansı ədədi istəyirsə bilmirik, ona görə də yerinə n qoymuşuq. Gəlin indi izaha baxaq. Bu ədədlərin cəmini toplasaq, sonda bizə 3009 verir. Neçə dənə n-imiz var? 3 dənə n-imiz var, üstəgəl 2 ilə 4, 6 bərabərdir 3009. 3n bərabər olacaq 3009-dan 6-nı çıxsaq, 3003. N bərabər olacaq 3003-ü 3-ə bölsək, cavab olacaq 1001. Deməli, bir ədədimizi tapdıq ki, 1001. Növbəti ədəd 1003. Növbəti ədəd 1005. Bu 3 ədədi toplasaq, həqiqətən də görərik ki, sonda bizə 3009-u verəcək. 4 ardıcıl cüt ədədin cəmi 3132-dir və bu sualda bizdən cüt ədədlər istəyir. Yenə hansı ədəd olduğunu bilmirik, yerinə n qoyduq. N üstəgəl 2, n üstəgəl 4 və n üstəgəl 6. Gəlin baxaq. Bir dənə cüt ədəd götürdüm 2. 2-dən sonra neçə gələcək? 2 üstəgəl 2, 4. 2 üstəgəl 4, 6. 2 üstəgəl 6 olacaq 8. Həqiqətən də doğruluğunu yoxladıq. İndi yazaq. Bu ədədləri toplasaq, sonda bizə 3132-ni verəcək. Neçə dənə n-imiz var? 4 dənə. 4n üstəgəl 2, 4, 6, 12. Bərabərdir 3132. 4n bərabərdir 3132-dən 12-ni çıxsaq, cavab eləyəcək 3120. N bərabərdir 3120-ni 4-ə bölsək, 7, 8 və 0. Cavab oldu 780. Və ədədimizi tapdıq ki, bu 780-dir. Ardıcıllığımız olacaq 780, 782, 784 və 786. Bu 4 ədədi də toplasaq, bizə sonda 3132-ni verəcək. 4-cü sual. Aralarında 2 yaş fərqi olan 4 qardaşın yaşlarını topladıqda cəmdə 60 alınır. Deməli, 4 dənə qardaşımız var. A, B, C, D kimi adlandıraq. Biz hər birinin neçə yaş olduğunu bilmirik. Buna görə də yerinə x qoyacaq. A qardaşının x yaşı varsa, B qardaşı olacaq x üstəgəl 2, C qardaşı olacaq x üstəgəl 4, D qardaşı olacaq x üstəgəl 6. Axı hər birinin 2 yaş fərqi var. Və ümumi cəm isə bizə verəcək 60-ı. İndi buradan tapaq. 4 dənə x üstəgəl 2, 4, 6, 12 bərabərdir 60. 4x bərabərdir 60-dan 12-ni çıxsaq 48, x da bərabərdir 12. Tapdıq ki, bir qardaşımızın 12 yaşı var. Bir qardaşın 12, digər qardaşın olacaq 14, digər qardaşın 16 və sonuncu 18. Həqiqətən də görürük ki, qardaşlar arasında yaş fərqi
2 yaşdır və bu ədədləri toplasaq bizə 60-ı verir. Kiçik qardaşın yaşını istəyir bizdən. Kiçik qardaşın yaşı olacaq elə 12. 5-ci sual. 8 vahid artan sırayla düzülmüş ardıcıllığın ilk 3 həddinin cəmi 372-dir. Yenə də hansı ədəd olduğunu bilmirik. Yerinə x qoyaq. X üzərinə gələk. İkinci ədədimiz olacaq x üstəgəl 8 və üçüncü ədədimiz olacaq x üstəgəl 16. Axı 8 vahid artan sırayla deyir. Və ümumi cəm bizə verəcək 372-ni. Neçə dənə x-imiz var? 3 dənə x-imiz var. Üzərinə gələk. 8, 16, 24 bərabərdir 372. 3x bərabərdir 372-dən 24-ü çıxsaq 348. X bərabərdir 1, 1, 6, 116. Deməli, birinci ədədimizi tapdıq ki, 116-dır. Digər ədədimiz olacaq 124 və sonuncu ədədimiz 132. 8 vahid artan sırayla düzüldü hər biri və ümumi cəmi toplasaq bizə 372-ni verəcək. 6-cı sual. Uzunluğu 17 metr 20 cm olan məftil biri digərinə 40 cm uzun olmaqla 4 hissəyə kəsildi. Məftil parçalarından 3-cü hissənin uzunluğu nə qədərdir? Bizdən 3-cü hissəni istəyir. 17 metr 20 cm verəcək bizə 1720 cm uzunluqda olan bir məftil parçasıdır. Biz bunu 4 hissəyə bölürük. Hər hissənin ölçüsü nə qədərdirsə bunu bilmirik. Amma hissələr biri digərindən 40 cm uzun olmaqla kəsilir. Gəlin tam hissə modelinə baxaq. Birinci hissəmiz olacaq x, ikincisi olacaq x üstəgəl 40, üçüncü isə x üstəgəl 40, üzərinə yenə 40, dördüncü isə x üzərinə 40 və bu toplananlara da 40 yazacaq. Axı biri digərindən 40 cm uzunluqdadır. Toplayırıq 4x üzərinə gələk 40, 80, 120. Eləyəcək 240 və ümumi uzunluq olacaq 1720. 4x bərabərdir 1720-dən 240-ı çıxacaq. Cavab eləyəcək 1480. X da bərabərdir 3, 7, 0. Tapdıq ki, birinci məftilin uzunluğu, yəni x bərabərdir 370 cm uzunluğundadır və bizdən 3-cü hissəni istəyir. Baxaq 3-cü hissəyə. X, yəni 370 üzərinə gələcək 80. Cavab olacaq 450. 7-ci sual. Ləmanın 8 il əvvəl 19 yaşı var idi. Ayselin 8 il sonra 17 yaş olacaq. Hazırda Ləman və Ayselin yaşları cəmi neçədir? Gəlin qeyd eləyək Ləman. Ləmanın 8 il əvvəl 19 yaşı var idisə, hal-hazırda neçə yaş olacaq? 19-un üzərinə 8 gələcək, cavab olacaq 27. Ayselin 8 il sonra 17 yaşı olacaqsa, hal-hazırda neçə yaş olacaq? 17-dən 8-i çıxacaq, cavab eləyəcək 9. Və hər birinin hal-hazırki yaşını tapdıq. Bizdən cəmin istəyir. 27-nin üzərinə 9 gəlsək, cavab olacaq 36. 8. Bağdan 3 gün ərzində 711 kiloqram armud yığıldı. Hər sonraki gün əvvəlki gündən 25 kiloqram çox armud yığıldığı məlumdursa, ikinci gün neçə kiloqram armud yığılıb? Yenə də qeyd edirik. 3 dənə günümüz var. Birinci, ikinci və üçüncü günlər. Hər gün nə qədər yığıldığını bilmirik. X qoyuruq yerinə. Amma əvvəlki gündən 25 kiloqram çox. Deməli, ikinci gün olacaq. X üzərinə gələk 25. Üçüncü gün isə x üzərinə gəl 50. Və ümumilikdə bizə 711 kiloqram verməlidir. Neçə x-imiz var? 3x üstəgəl 75 bərabərdir 711. 3x bərabərdir 711-dən 75-i çıxsaq, cavab eləyəcək 636 və x bərabərdir 636-nı 3-ə bölsək 2, 1, 2, yəni 212. X-i tapdıq ki 212-dir, yəni bu birinci günün cavabıdır. Amma bizdən ikinci gün istəyir. İkinci gün x üzərinə gələcək 25-i, yəni 212-nin üzərinə 25 gəlsək, cavab eləyəcək 237 ikinci gün toplanan armudun miqdarıdır. 9-cu sual. 159-dan 2 ardıcıl tək ədədin cəmini çıxsaq, fərqdə 71 alınır. Deməli, 159-dan çıxacaq 2 ardıcıl tək ədədin cəmi. Birinci tək ədədimiz n, ikinci tək ədədimiz olacaq n üstəgəl 2. Və fərqdə 71 alınacaq. İndi tənliyimizi həll eləyək. 159-dan neçə çıxsa mənə 71 verər. Bunun üçün yazacağım. 2n üstəgəl 2 bərabərdir 159-dan çıxacağım 71-i. 88, 2n bərabərdir 88-dən 2-ni çıxsam 86 və n bərabərdir 43. Birinci ədədimizi tapdıq 43, ikinci ədədimiz olacaq 43 üstəgəl 2, yəni 45. Bu ədədlər hansılardır? 43 və 45.
10-cu sual. 4 ardıcıl ədədin cəmindən 800 çıxsaq, fərqdə 878 alınır. Uşaqlar, 4 ardıcıl ədəd hansıdırsa bilmirik. Məsələn, bir dənə n, n-dən sonra gələcək n üstəgəl 1, n üstəgəl 2 və n üstəgəl 3. 4 dənə ardıcıl ədədlərimizdir. Yazdıq. Məsələn, bayaq nümunə kimi izah elədimsə, məsələn, götürdüm 2, 2 üstəgəl 1, 3, 2 üstəgəl 2, 4, 2 üstəgəl 3, 5. Görürsünüzmü? Ardıcıl ədədlərdir. Amma bizdən istədiyi hansı ədəddirsə bilmirik. Buna görə yerinə n qoyduq. Bu ədədlərin cəmindən 800 çıxsaq, fərqdə 878 alınır. Neçə dənə n-imiz var? 1, 2, 3, 4. 4n üstəgəl 1, 3, 6. Çıxılsın 800 bərabərdir 878-ə. Uşaqlar, nədən 800 çıxsam 878 alınır? 878-in üzərinə 800-ü gələcək. 4n üstəgəl 6 bərabərdir 1678. 4n bərabərdir 1678-dən 6-nı çıxsaq 1672. N bərabərdir 1672-ni 4-ə bölsək 4, 1, 8. Deməli, ədədlərimiz olacaq 418, 419, 420 və 421. Həqiqətən də yoxlaya bilərsiniz ki, bu ədədlərin cəmini toplayıb və bunlardan 800-ü çıxsaq, cavab bizə 878-i verəcək. 11-ci sual. Bu sualı sizə tapşırıram. Həll edib cavabını yorumlarda yazarsınız. Digərləri ilə təxminən eyni sual olduğu üçün bunu sizə tapşırıram. Görək mövzunu nə qədər mənimsəmisiniz. Baxaq 12-ci suala. Bazaya 4 gün ərzində 16800 kiloqram kartof gətirdilər. Bazaya hər sonraki gün əvvəlki gündən 200 kiloqram az kartof gətirilmişsə, 4-cü gün neçə kiloqram kartof gətirilib? Deməli, 4 dənə günümüz var. 1, 2, 3 və 4. Birinci gün nə qədər kartof gətirilib bilmirik. Hər sonraki gün əvvəlkindən 200 kiloqram az olacaq. X çıxılsın 200. Üçüncü gün olacaq x çıxılsın 400. Dördüncü gün olacaq x çıxılsın 600. Və ümumilikdə bunları toplasaq bizə verər 16800-ü. Və bizdən 4-cü günü soruşur. Gəlin baxaq uşaqlar, neçə dənə x-imiz var? 4 dənə x-imiz var. Çıxacaq 200, 400, 600, 1200-ü və cavab bizə verəcək 16800. 4x bərabərdir 16800-ün üzərinə 1200 gələcək. 18000 eləyəcək cavabımız. X-i də buradan tapacaq ki, 18000-i 4-ə böldükdə 4500 eləyəcək. Və bizdən 4-cü günü istəyir. X-dan çıxacaq 600-ü, yəni 4500-dən 600-ü çıxsaq, cavab eləyər 3900. Tapdıq ki, 4-cü gün nə qədər kartof gətirilib? 3900 kiloqram kartof gətirilmişdir. Suallarımız bu qədər uşaqlar. Ümid edirəm ki, sizin üçün faydalı olar. Onlayn dərslərimizə qoşulmaq üçün 055 682 32 54 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.